Ay gözəl kəndimizin cəmaatı, ay elimin cəmaatı, bax 34 ildən sonra Hətəmlər kəndimizdə bayram tonqalı qalamışıq. Allah hər birinizə nəsib eləsin bayramlarda, bayram ərəfələrində gələsin kəndə. Asa, vallah canını sağ eləsin. Bugün bu təşəbbüs səndən olub, sənin sayəndə gəlib çıxmışıq bura. Allah Taala sizi var eləsin ki, bugün bu kənddə, bu bütün ümumi Hətəmlər kəndinin adından bir dənə tonqal qalamışıq. Bayram tonqalı qalamışıq. Ölənlərin hamısına bayaq adlar demişəm. Ölənlərin hamısına Allah rəhmət eləsin. Elə bir ev yoxdur ki, oradan rəhmətə gedən olmayaq. Bu 25-30 evdən. Allah Taala hər birinin ruhunu şad eləsin. Onların ruhu bugün buradadır. Allah Taala hamısını da dualarını ömür versin. Yenə şad, xürrəm gələk kənddə yaşayaq. Sağ olun, Allah əlin qorunlar olsun, al xanım.